Mən Azərbaycan xalqından kömək və dəstək gözləyirəm. Çox xahiş edirəm ki, mənim bu videom bəyənilsin və paylaşılsın ki, müəyyən orqanlara və Cənab Ali Baş Komandanımıza çatsın. Mənim gözüm budur. Mənim bir gözüm yoxdur. Bir gözümdə 8%'li linzayı qoyub əməliyyat edibdilər. Mənə ikinci qrup əlillik vermişdilər. Məni təkrar olaraq komisiya çağırdılar. Mən getdim komisiya. Komisiyaya getdim, səsimi də çıxartmadan, heç bir şeydən, aparatlardan keçdim. Gəldim 20 gün gözlədim. 20 gündən sonra getdim Zərifə Əliyev adına göz klinikasına. Getdim ora ki, rəyimi götürməyə. Baxdım ki, mənim rəyimdə tamamilə başqa bir müayinə yazılıb. Və mən getdim orada Aygün Məmmədbəyli var. Komisiyanın sədridir. Çıxdım bunun yanına. Bir saatda gözlədim, otağında yox idi. Gəldi, çıxdı. Dedim ki, bəs axı mən ikinci qrup əlil olmuşam. Biz 44 günlük müharibədə gözümü itirmişəm. Mən özüm də ikinci qrup əlil olmuşam. Mənim niyə bəs təkrar müayinəm bu formada yazılıbdı, belə yazılıbdı. Mənə dedi ki, onu mən istəyirəm, necə yazıb, necə yazmalıyam. Və artıq orada bir balaca, mən də indi kəllə-beyin travması ilə olan bir xəstəyəm də. 16 dəfə əməliyyat olmuş bir şəxs necə bir reaksiya verə bilər? Düzdür, çox da bir səs-küy eləmədim. Sadəcə olaraq bir balaca səs tonumu qaldırdım. Dedi ki, mənim oğlum Cənab Prezidentin yanında oturur. Cənab Prezident, istəsəm Cənab Prezidentin bir dəqiqə özüm yanına gedib səni məhv elətdirərəm. Dedim ki, nə olar ki, Cənab Prezidentin yanında oturur deyə bizim axı haqqımız, hüququmuz. Dedi ki, mən nə istəyirəm onu da eləyə bilərəm. Və mən də orada bir cümlə işlətdim. Dedim ki, biz 200 manatın acısı deyilik. Biz onunla fəxr edirik ki, biz erməniyə güllə atmışıq. Və orada mənə bir vurğu vurğuladı. Qayıtdı ki, sizin əgər qeyrətiniz olsaydı, siz erməniyə güllə atmazdınız. Və bu söz mənə hədsiz dərəcədə çox bir təsir eləyibdi. Və mən artıq öz həddimi bildirəcəm və yəni Cənab Ali Baş Komandandan çox xahiş edirəm ki, Cənab Ali Baş Komandan, sizdən çox xahiş edirəm və bizim necə qeyrətli oğlan olduğumuzu bütün dünyaya göstərmişsiniz. Və amma sizin həkim ki bizə deyirsə ki, sizin qeyrətiniz yoxdursa, erməniyə güllə atmısınız, biz buna artıq nə deyə bilərik? Və mən insan hüquqlarından, Ali Məhkəmədən, Dünya Məhkəməsindən, Cənab Prezidentimizdən, Türkiyənin Prezidenti Ərdoğandan xahiş edirəm ki, və bu həkimin də otağında dediyinə görə kamera var, səs yazan var. Əgər bunun otağında kamerası ilə səs yazanı varsa, çox xahiş edirəm. Artıq dərəcədə xahiş edirəm. Açılsın səs zapısları, qoyulsun ortalığa ki, görsünlər mən yalan danışmıram. Mən ömrü boyu bir hərbiçi olmuşam aprel döyüşündən belə, amma mən heç vaxt heç kimdən heç nə istəməmişəm. Amma sən mənim 4 balam var. Mən də 4 balama görə 3-cü qrupumu da istəmirəm. Yəni mən 3-cü qrupumdan imtina edirəm. Yəni mənim gözüm yoxdur. Bəli, mən peşman deyiləm. Mən vətən üçün döyüşmüşəm, kişiyəm, erməniyə güllə atmışam. Və indən sonra da gedib ataram. Və çox sizdən xahiş edirəm ki, mənim bu videom paylaşılsın ki, mən artıq Cənab Ali Baş Komandana bu videonu çatdıra bilək.